İmişlidə gediş-gəlişin sıx olduğu dairəvi yol bərpa edilir. Vaxtilə ağır tonnajlı yük avtomobillərinin hərəkəti nəticəsində bərbad vəziyyətə düşən yol yaxın vaxtlarda sakinlərin rahatlığına xidmət edəcək. İmişli şəhərində dairəvi yol adlanan ərazinin tikintisi davam etdirilir. Yolun torpaq qatı artıq işlənib, çökək yerlər çınqılla doldurulub. İndi yolda asfalt işlər görülür. Prosesin sürətləndirilməsi üçün əraziyə lazımi qədər texnika və canlı qüvvə cəlb edilib. Sakinlər deyirlər ki, əvvəllər yol bərbad olanda çox çətinliklər çəkiblər. Bu küçənin qardaş əvvəl vəziyyəti elə bir vəziyyətdə idi ki, hətta taksi sürücüsü də gəlmirdi. Cəmaət piyada yerişi də çətin idi. İndi çox sağ olsunlar. Gözəl yol çəkirlər, əhalinin rifahı naminə. Çox gözəldir, biz razıyıq. Sürücülər də deyirlər ki, bundan sonra yolda gediş-gəliş asanlaşacaq, həm də məsafə qısalacaq. 2 gündən bir maşınlar sınırdı, gətirirdilər. Yəni, indi çox gözəl. Yəni, qəşəng gedib gəlməyə də indindən belə lap yaxşı olar. Tikinti işlərinin yaxın vaxtlarda başa çatdırılacağı planlaşdırılır. Elnar İbrahimova, Rəhman Əsədov, Mirəl Əkbər Hüseynov, İmişli.